Salam dostlar, salam əziz qardaş və bacılar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Mən yenidən qarşınızdayım. Mövzumuzda təbii ki, nevrozlu günləri, panik atakın əlamətlərindən və çıxış yolundan danışacağıq. Hansı ki, mən onu ömür boyu xəstəlik kimi saymamışam. Ümumiyyətlə, normal proyevleniyadan, hansı ki, sən özün onu yaradırsan. Ona görə psixoloq lazımdır, ona görə nevropatoloq lazım deyil, ona görə nə bilim, heç nə lazım deyil. Onun bir çıxış yolu var. Endorfin deyilən bir hormon var, onu beyindən kəsmək. Bunu dəfələrlə demişəm. Yenə də səhvlərinizi deyirəm ki, hansı ki siz rituallar eləyirsiniz. Yəni, sizi bu tutmalar olanda, olur da sizdə bir var yüngül tutmalar, bir də var nevroz var ki, həqiqətən tutub da bu, nə bilim, partlayır da. Rituallar eləyirsiniz, nə bilim, durursunuz, əlinizə tez-tez su vurursunuz, tez-tez, nə bilim, nəbzinizi yoxlayırsınız, nə bilim, təzyiqinizi yoxlayırsınız, skoriya zəng vurursunuz və yaxud kiməsə kömək istəyirsiniz, kimdənsə, hansısa nevropatoloqa, hansısa bir psixoloqa, ona buna başlayırsınız zənglər eləməyə. Bu rituallardır. Bu yanlışdır. Və yaxud əksəriyyətinizin içində elələri var ki, dərhal TikToka girirsiniz, başlayırsınız səhifələməyə. Heç sizə maraqlı deyil, prosta səhifələyirsiniz. Elələri var, pornoqraf filmləri başlayır izləməyə. Elələri var, masturbasiya ilə məşğul olur, üzr istəyirəm ifadəmə görə. Yəni, bunlar rituallardır. Yəni ki, güya ki, mən özümü sakitləşdirirəm və bu düşüncələrdən, bu ağrılardan, bu panikdən ümumiyyətlə qaçıram. Tipa öz ailəmizdə bu yanlışdır. Anlatabildim mi? O zaman bu nəyə bənzəyir? Elə bir ki, bir nəfər, siz müdürsünüz, işçiləriniz var, işçilərin biri elə gecikir. Elə işə gecikir, siz onun maaşını qaldırırsınız. O gecikir, siz onun maaşını qaldırırsınız. O neyər? O elə başlayacaq gecikməyə. Görəcək, sərf eləyir də. Beyin də o cür nədir? Siz buna belə-belə şeylərlə, ona nə lazımdır? Sizin belə qorxmağınız, ritual eləməkləriniz, nə bilim və s. Onu elə eləmirlər, onun öz dilində danışırsınız. Əgər pisdirsə, biraz da çalışırsınız pisləşməyə. Fikrim gəldi mi? İnfarkt olacaq. Bəli, infarkt olacaq. Görün mənə nə olur? Uzanırsınız, düz baxırsınız patoloqa. Anlatabildim mi? O qədər baxırsınız, o özü görürsünüz ki, yüngülləşməyə başlayır. Bayaq ki, adam deyiləm. Nə skoriya ehtiyac var, nə dosta zəng, nə o birisi. Bu belə adnasını belədir. Bu bir dəfə, iki dəfə, sonra beyin avtomatik olaraq başa düşür ki, bəli, artıq mənim kislorodumu bağlayıblar, mən istədiyimi mənə vermirlər, anlatabildim mi? Mən başlayayım normal, bu insan nə istəyirsə onu da eləyim. Tamam mı? Və siz beləcə gücləşməyə də başlayırsınız. Anlatabildim mi? Buna güc gəlmək lazımdır. Ümumiyyətlə, OKB-şniklarda o cümlədən düşüncələr gəldi, bıraxın, qoy gəlsin, lazımdır, nə gedim meşədə gəzim, nə bilim, orada eləyim, gedim qonşuyanın evlərinə, belə şeylər lazım deyil. Onsuz da siz savrajat eləmirsiniz, gedirsiniz, güya kimdənsə baş qatmaq istəyirsiniz, amma fikriniz elə oradadır, nə bilim, meşəyə gelirsiniz, bilmirsiniz o meşə nədən gəldi, hara getdi, parka gelirsiniz. Yeməyi belə bilmirsiniz, nə yediniz, nə içdiniz, anlatabildim mi? Yəni, bunlara heç bir ehtiyacı yoxdur. Sadəcə uzanırsınız və beynin öz dilində başlayırsınız ondan danışmağa. O deyir, bax, sən infarkt olacaq, deyirəm, bəli, infarkt olacaq, biraz da keçsə infarkt ola bilərəm. Anlatabildim mi? Yəni, bu cür nə, onu qorxudaraq, o səni qorxudursan, onu qorxudursan, o səni qorxudursan, onu qorxudursan, əhəmiyyətini itirir. Ümumiyyətlə, bütün düşüncələr belədir. Alternativ nədir? Psixologlar neyinir? Falçı deyil ki. Sizə alternativ yollar görsədir. Sizin bir mövzunuz, sizi narahat edən bir uşaqlıq dövrünüzdən, keçmişdən, oradan, buradan, axırda araşdırılır, tapılır və o mövzunun üzərində başlanılır işləməyə texnikalarla.
və sizi alışdırırlar alternativlərə. Anlatabildim mi? O yaddaşdan silinmir ki, tutalım qaynanızla yola gelmirsiniz. Bəyəm, neyəcək, sizə nə deyəcəklər? Gedin qaynanızı öldürün. Elə demirlər ki, təbii mi? Yəni, bir başqa yolları var bunun. İndi bunu psixologlar yaxşı bilir. Və o OQ-5 olan o düşüncələr, negativ düşüncələr ki var, onlar elə yerində qalır. Sadəcə əhəmiyyətsiz olur. Anlatabildim mi? Əhəmiyyətini itirir. Siz artıq ona alışırsınız. Nevroz sağalmayan xəstəlikdir. Endogen nevroz ümumiyyətlə sağalmır. Heç biz psixologlar, bir-iki dənə Azərbaycanda psixologlar çox xoşum gəlir. Biri cavan qızdır. Din barəsində paylaşımlar eləyir, deyir, yanlışdır, ümumiyyətlə bu, nə bilim, mən kimi adamda toçma, yanlışdır, bəli, yanlışdır. Din, İslam, nə bilim, filan, bəsməşən, bunlar hamısı cəfəngiyatdır, hamısı başaldırıcı şeylərdir, anlatabildim mi? Yəni, biraz zahillikdir. O da vuruluyur, psixolog, nə bilim, çakralarla işləyirəm, nə bilim, filan şeylə işləyirəm, nə bilim, bəsmənkər şeyini ekstrasensli eləyir, nə bilim, əl sürtür, hipnoloji, nə bilim, filan, bunlar hamısı yalan şeylərdir. Tamam mı? Ona görə də gündən günə, indi psixolog, axı, həkim kimi deyil, sizin heç anlayışınızda psixolog heç özünüzü bilmirsiniz, psixologu həkim kimi bilirsiniz. Anlatabildim mi? Baxın, bax, o qız özü müəllimliyi bitirib, ümumiyyətlə sahəsi 2 universitet bitirib, tam başqa sahələrdir. Psixologiya gəlib insan. Sevir bu sənəti. Mən də həmçinin, mənim 3 sənətim var. Bunda da işləyirəm, onda çörək harada var, orada işləyirəm də. Mən bəyəm elə ancaq oturub gözləməliyəm, biri xəstələnsin, nəsə fikrinə bir pis düşüncə gəlsin, qaçsın yanıma. Psixologdan çox psixolog var. Nə bilim, bu dəqiqə inkubator kimi yerindən duran, kitab oxuyur və başlayır, mən psixologam. 10 dənə texnika öyrəndim və səlam qutardı, getdi. Artıq mən də bezmişəm, yəni bu Azərbaycan xalqı ilə onları çox sevirəm, amma onların o yanaşmaları ilə heç düz gəlmirəm. Hələ də elə bilirlər ki, psixolog xalatda olmalıdır, psixolog, nə bilim, iminli psixologiya diplomu olmalıdır, iminli nə bilim, bu yanaşmalar çox yanlışdır. Ona görə də mən elə bilirəm ki, artıq bizim Azərbaycanda hələ də bu puxtələşməyib, hələ də xaricdə artıq hər bir ailənin hər ailədə bir nəfərin psixologu mövcuddur. Bizdə hələ nə bir nəfəriz, nə ailəniniz, bir nəfər özü gedib çıxa bilmir psixoloqa. Psixologlarda da hər şeyə əl atırlar, licbi boşun bundan pul qapsınlar. Kişi endogenli nevrozlu deyir, mən sənə tam sağaldaram, düşüncələrimi dəyişərəm, keçmir. Bunlar bəli işlənilir, filan nəmliyinir. Onun yollarının, nevroz sağalmır, nevroz xəstəliyi deyil ki, sağalsın, nevrozun düşüncələrini dəyişirsən, o xəstəliyə yanaşmalarını dəyişirsən, dünya baxışını dəyişirsən, baxışlarını dəyişirsən o xəstəliyə. Üzr istəyirəm. Onun yanaşmalarını dəyişirsən, deyim sənə ki, zıt ağrılar kəsildi, o düşüncələr gəlməyəcək, nə bilim, sən anadan gəlmə əvvəl kimi durur, kefələ, belə şey yoxdur. Tamam mı? Nevrozlar ümumiyyətlə, mən həmişə demişəm, seçilmişlərdir, yəni güclü adamlardır ki, nevrozdular. Endogenlilarda o heç, endogenlilar anadan gəlmə elə olurlar, yəni o irsidir. Onlarda ümumiyyətlə vegetativ sistem çox aktivdir deyə, o hava dəyişiləndə belə hiss edəcək, onlar psixolog neynəsin, öz bir başını düşündə. Ona görə də mən artıq istəyirəm sizlə sağollaşım, tamam mı? Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun. Sağ olun, sağlıqla qalın.